Salam əziz dostlar, hər birinizi Taylandın Phuket şəhərindən salamlayıram. Bugün təqvim 31 may göstərir və 31 may bütövlükdə Taylandlılar və Buddistlər üçün ən müqəddəs gün hesab edilir. Çünki bugün Buddistlər arasında Visakha Buddha bayramı qeyd olunur. Visakha Buddha bayramı Buddist təqviminin ən müqəddəs günüdür və bu da Buddanın həyatındakı 3 ən mühüm hadisə ilə assosiasiya olunur. Belə ki, onun doğulması, maariflənməsi və ölümü eyni günə təsadüf eləyir və bu ildə 31 may günündə biz burada Taylandda həmin bayramı hansı şəraitdə keçirilməsi ilə bağlı yaxından tanış olacağıq və hazırda Wat Chalnok məbədinin ən maraqlı yerlərindən birindəyik. Bu məbədin ən maraqlı simvollarından biri olan Fişəng evinin qarşısındayıq. Gördüyünüz kimi bura Fişəng evi adlanır. Fişəng evi nə üçün istifadə olunur? Bu Budistlər arasında çox məşhur yayılmış bir adətdir. Onlar öz duaları, arzuları qəbul olunduqdan sonra məbədə və müqəddəs rahiblərin ruhuna təşəkkür etmək üçün gəldiyi yerlərdən biri bax gördüyünüz Fişəng evidir və bura fişəngi atandan sonra çox güclü bir partlayış səsi gəlir. Az sonra mən bunu da sizə göstərəcəm. Onun isə mənası pis ruhları qovmaq, eyni zamanda isə duaların qəbul edilməsi anlamındadır. Əziz dostlar, gördüyünüz bu şamları biz 100 Tayland puluna, yəni 5 manata aldıq və hazırda həmin ritualı etmək üçün dostumuz bizə kömək eləyəcək. Gördüyünüz kimi dostlar, həmin şam yandırıldı və az sonra burada bəli, çox maraqlı bir ritual oldu, biraz da qorxuluydu. Çox maraqlı. Buddistlər üçün ən müqəddəs məkanındayıq. Vilharan adlanan bu ərazi bugün Budistlər tərəfindən ziyarət olunur və burada gördüyünüz kimi daxil olmaq istəyən hər bir şəxs mütləqdir ki, ayaqqabılarını çıxarır və şam alır sağ tərəfdən və şamlarla dualarını edirlər və eyni zamanda içəridə fil heykəlləri və eyni zamanda müqəddəs rahiblərin heykəlləri var ki, bugün bu Budistlərin ən çox ziyarət etdiyi məkandır ki, gördüyünüz kimi bax burada şamları bu vasitə ilə yandırıb, daha sonra isə ayaqqabılarını küçədə çıxararaq həmin ziyarətgaha daxil olurlar. Əziz dostlar, onu da qeyd edim ki, Taylandın əhalisi 67 milyondan biraz çoxdur. Onun isə 64-65 milyonu məhz Buddistdir. Bu da ölkə əhalisinin 95%-nə yaxın əhalinə edir və bugünkü müqəddəs gündə çox maraqlı rituallardan biri də odur ki, 31 may günü, yəni ki, bugünkü Buddistlərin bayramı günü restoranlarda spirtli içkilər verilmir və eyni zamanda Tayland əhalisi bütövlükdə ət yeməklərindən imtina edirlər bugün. Onlar da bunu müqəddəs Buddanın heyvanlara zərər verməmək vərdişi kimi qəbul edirlər və bu baxımdan da bu gün də ət yemirlər. Bundan başqa da dediyim kimi burada bu bayram dövlət səviyyəsində qeyd edilir və hər il eyni tarixdə olmur. Bugün 31 may tarixində biz Taylandın Phuket şəhərində olduğumuza görə istədik ki, bu bayram haqqında sizə ətraflı məlumat verək. Hər birinizə minnətdaram. Uğurlar və bilirsiniz ki, Azərbaycan multikultural bir ölkədir. Bizim ölkəmizdə də bütün dinlərə, bütün dillərə, bütün millətlərə eyni münasibət göstərilir və ölkəmizdə yaşayan Budistləri də bu bayram münasibətindən təbrik edirəm.